İki dənə balasını göndərdi. Hüseyni yolda dedi gedin. İki bala gəldi dedi. Ya Əbu Abdullah, ədəbli balalar. İcazə verirsən gedək vuruşaq dedi. Yox icazə. Ağa niyə? Yox bala get ananın yanına. Gəldi dayandı anasının yanında iki bala. Ana icazə vermir bizə. Dedi yolun bilirəm. Hüseynə bir dənə and var. Onu ver söz, o sizi qəbul edəcək. Mən də yol dedim ha sizə ya. Dedi nə deyək? Dedi gedin deyin Hüseynə. Deyin sənə and veririk anon Zəhraya bizə icazə ver gedək. Xanım Zeynəb Şamda içəri girdi. Yezid oturmuşdu. Təşt var idi qabağında. O kəsik baş da oradaydı. Yezid əlindəki çubuq Allah'a bağışlasın. Vurur həmən başa. Vurur xanım Zeynəb dözə bilmədi dedi. Ay Yezid, indi Peyğəmbər buradan içəri girsə nə cavab verərsən ona? Deməz mən balamı niyə belə deyirsən?